Arzum, Allahım, sən mənə bütün gözəl qapıları açmağıma kömək elə deyə bir arzu mənə dedi. Baxdım arzuya, gözəl arzudur. Oğlan dedim ki, tamam arzun gözəldir, amma tam düzgün formalaşdığına əminsənmi? Dedi ki, bəli, mən əminəm. Bütün gözəl qapılarımı açmağıma kömək eləməyini istəyirəm Allahdan. O zaman gözüm qapının üzərinə sataşdı. Adətən biz içəri girəndə seans zamanı içəridə qapı bağlı olmalıdır açarla. Bu dəfə qapının üzərində açar yox idi. Çox güman ki, oğlan arxamca birbaşa girib sual verdiyinə görə qapını bağlamağa macal tapmamışdım və açarı stolun üzərinə qoymuşdum. Və artıq oğlana, pasiyentə qalib dedim ki, sən bir bax, artıq Tanrı sənə kömək eləyib. Qapı arxadan bağlı deyil. Sənin sadəcə cəftəni basıb açmağın kifayət edəcək ki, sən arzuna çatasan. İndi isə zəhmət olmasa dur qapının arxasında və qapını cəftəsini basaraq arzularını dilə gətir. Mən sənə harda yanlışlıq etdiyini göstərəcəm. Oğlan qapının arxasına keçdi. Qapı təbii ki, artıq açar yox idi deyə açıq idi, sadəcə cəftəni basmaq qalırdı və oğlan cəftəni aşağı endirə-endirə Allahım, sən gözəl qapıları açmama kömək elə deyə bir sözü dedi, arzusunu dedi. Oğlan arzusunu dediyi anda mən stola sökənib dayanmışdım və mən də həmin anda, qapı açılan anda Allahım, bütün gözəl qapıları üzümə aç deyə çölə çıxmağa başladım. Pasiyent, Amuz xanım, hara gedirsiniz deyə mənə sual verdiyində geri döndüm. Mən getmirəm. Mən sənə anlatmağa çalışıram. Sənin arzun Allahım gözəl qapıları açmağa kömək eləməkdir. İstəyin budur. Allahım mənə kömək elə gözəl qapıları açım. Mənim arzum isə Allahım bütün gözəl qapıları üzümə açdı. Arzun düzgün formalaşmadığına görə sənə elə gəlir ki, sənin dostun sənin həyatını yaşayır. Əslində isə hər kəs öz həyatını, öz düşüncələrinin bəhrəsini yeyir.